Suala göre çok sağ olun. Əvvəlcə qeyd etmək istərdim ki, 18 iyun tarixinin ölkəmizdə insan hüquqları günü kimi qeyd olunması təsadüfi deyil. Məhz 1998-ci il 18 iyun tarixində Ümumilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda ilk insan hüquqlarının müdafiəsinə dair dövlət proqramı təsdiq edilmiş və bu sənəd insan hüquqlarının müdafiəsi sahəsində sistemli dövlət siyasətinin əsasını qoymuşdur. Daha sonra ölkə prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə 18 iyun Azərbaycan Respublikasında insan hüquqları günü kimi təsis edilmişdir. Bununla əlaqədar Ombudsman tərəfindən hər il bu əlamətdar gün ərəfəsində 18 maydan 18 iyunədək olan dövr ərzində ölkədə insan hüquqları aylığı elan olunur. Aylığın əsas məqsədi insan hüquqlarına hörmət mədəniyyətini gücləndirmək, hüququ maarifləndirməni genişləndirmək və vətəndaşların öz hüquqlarını daha yaxşı tanımasına dəstək verməkdir. Burada əsas məsələ insan hüquqlarını yalnız qanunlarda və rəsmi sənədlərdə əks olunan anlayış kimi deyil, hər bir insanın gündəlik həyatı ilə bağlı real dəyər kimi təqdim etməkdir. Çünki insan hüquqları insanların ləyaqətli yaşaması, bərabər imkanlardan istifadə etməsi, təhlükəsiz mühitdə olması və qanuni maraqlarının müdafiəsini tələb edən bir anlayışdır. Sadə ifadə etsək, aylığın əsas mesajı budur. Hüquqlarını bilən vətəndaş daha güclü və daha məsuliyyətli vətəndaşdır. Müqallib bəy, bəs bu insan hüquqları aylığı çərçivəsində əsas prioritet istiqamətləriniz nədir? Daha çox hansı məsələlər üzərində fokuslanırsınız? Bilirsiniz ki, insan hüquqları aylığının elan olunması ilə bağlı Eşidirsinizmi bizi Müqallib bəy? Texniki bir problemimiz yaşandı təəssüf ki, Müqallib bəylə hələ ki danışığımızı, söhbətimizi davam etdirə bilmirik. Yenidən cəhd edə bilsək, əlbəttə ki, mövzumuzu, müzakirəmizi davam etdirərik. Bir daha vurğulayaq ki, 18 iyun İnsan Hüquqları günüdür və 18 maydan 18 iyuna qədər İnsan Hüquqları aylığı qeyd olunur və Ombudsman tərəfindən də təbii ki, bu məsələyə diqqətlə yanaşılır. İstiqamətlər nələrdən ibarətdir? Prioritet mövzular nələrdir? Yenidən cəhd edək. Müqallib bəy, eşidirsinizmi məni? Eşidirəm. Bəli, prioritet istiqamətlərinizi öyrənək sizdən. Ombudsman tərəfindən insan hüquqları aylığının elan olunması ilə bağlı çağırış xarakterli bir müraciət ünvanlanıb. Ombudsmanın çağırışının əsas məzmunu ondan ibarətdir ki, insan hüquqlarının müdafiəsi və təşviqi yalnız bir qurumun fəaliyyəti ilə məhdudlaşmamalıdır. Bu, dövlət qurumlarının, bələdiyyələrin, elm, təhsil, mədəniyyət, tibb, sosial xidmət müəssisələrinin, eyni zamanda cəzaçəkmə müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının, o cümlədən media subyektlərinin, həmkarlar ittifaqlarının və bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir. Aylıq çərçivəsində müxtəlif qurumların maarifləndirici tədbirlər keçirməsi, ictimai məlumatlandırma kampaniyaları təşkil etməsi, sosial çarxlar, maarifləndirici materiallar hazırlaması, insan hüquqları barədə biliklərin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Burada medianın rolu da xüsusilə əhəmiyyət daşıyır, çünki insan hüquqları ilə bağlı düzgün və maarifləndirici informasiyaların cəmiyyətə düzgün çatdırılması hüquq mədəniyyətinin formalaşmasına mühüm töhfə verən amillərdən biridir. İnsan hüquqlarının müdafiəsi yalnız pozulmuş hüquqların bərpası deyil, həm də hüquq pozuntularının qarşısının alınmasıdır. Bu baxımdan hüquq maarifləndirmə, ictimai iştirakçılıq, qurumlararası əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Ombudsmanın aylıq çərçivəsində çağırış etdiyi məsələlər məhz insan hüquq azadlıqlarının daha səmərəli təmin edilməsi üçün ictimaiyyətin, cəmiyyətin qüvvələrinin bu ay müddətində səfərbər edilməsi və növbəti mərhələdə
bu ənənələrin davam etdirilməsi. Mütalib bəy, burada indi hazırki məqamda, indiki dövrdə ölkəmizdə vəziyyət necədir? Biraz sizdən eşitmək istəyirəm. Yəni vətəndaşlarımız öz hüquqlarını bilirlərmi? Bir növ bunların fərqindədirlərmi? Ya da ki, nələri bilməlidirlər? 2 dəqiqəlik bir cavab istəyəcəm sizdən. Ümumiyyətlə belə bir anlayış var ki, qanunu bilməmək məsuliyyətini azad etmir. Hər bir vətəndaş qanunları müəyyən səviyyədə də olsa bilməli, öz hüquqlarını dərk etməli və onların müdafiəsi istiqamətində addımlar atmağı bacarmalıdır. Bu baxımdan mən deyərdim ki, əvvəlki illərlə müqayisə etsək, hal-hazırda istər Ombudsman təsisatı tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri nəzərə almaq lazımdır ki, Ombudsman təsisatı həm paytaxt Bakı, həm də ki, regionlarda bizim regional mərkəzlərimiz fəaliyyət göstərir. Bu çərçivədə maarifləndirmə tədbirlərini həyata keçirdik. Eyni zamanda Ombudsman təkcə 18 may, 18 iyun tarixlərində elan olunan insan hüquqları aylığı çərçivəsində deyil, eyni zamanda Ombudsman tərəfindən 20 oktyabr, 20 noyabr tarixləri uşaq hüquqları aylığı da elan edilir və digər əlamətlər, günlər və yaxud da ki, bayramlar ərəfəsində də Ombudsman ənənəvi olaraq müxtəlif tədbirlər həyata keçirir. Ümumiyyətlə, bu maarifləndirmə fəaliyyəti geniş aspektləri əhatə edir. Belə olan halda insanlar öz hüquqları barəsində daha geniş məlumatlar əldə edir. Eyni zamanda Ombudsman cəmiyyətə çağırış edir aylıqlar çərçivəsində və onları da öz fəaliyyətləri daxilində maarifləndirici tədbirlər təşkil etməyə dəvət edir. Bununla əlaqədar təqdirə layiq haldır ki, Ombudsmanın çağırışına cavab olaraq təkcə mən qeyd etmək istəyirəm ki, bu aylıq çərçivəsində Ombudsman təsisatı deyil, digər qurumlar da bu prosesə aktiv şəkildə qoşulublar və artıq insan hüquqları sahəsində geniş maarifləndirmə tədbirləri həyata keçirilir ki, bu da onların, insanların insan hüquqları barədə daha geniş məlumatlar əldə etməsinə. Təşəkkürlər. Minnətdaram sizə Müqayilib bəy.